Herkese salam olsun. Bütün şəhid ailələrini, atasını, anasını, həyat yoldaşını, evlatlarını salamlayıram. Bugünkü gündə Anarın 104-cü ilidir ki, sağ olsun Qədir müəllim bizi tək buraxmadı, yenə bizimlədir. Və bugün bizi tək qoymayıb. Gələnlərə çox sağ olun deyirəm. Şəhidimə hörmət qoyduğunuz üçün sağ olun, Allah razı olsun. Və bütün şəhid ailələrinə Allahdan səbir dözüm diləyirəm. Allah onlara səbir versin. Allah onların kömək olsun. Şəhidlərimizin evlatlarının körpə qalan evlatları var. Allah onlara səbir dözüm versin. Böyüsünlər, başa çatsınlar. Atalarına, analarına layiqli evlad olsunlar. Mən artıq 4 ildir ki, qardaşımın ilini verirəm və neçə ki canımda can var, gücümdə güc var. Davam edəcəm, verəcəm. Anar o uşaqdır ki, Anar dünyaya göz açan bir gündən evladım kimi, qardaşım kimi hər zaman yanında olmuşam. Yıxılanda qaldırmışam, ağlayanda kiritmişəm və o günləri geri qaytarmaq üçün hər şey edərdim. Yəni bir şey edərdim ki, mənim qardaşım geri qayıtsın. Həmən uşaqlıq illərinə qayıdardım ki, onu böyüdüb başa çatdıram, yenə onun nazından oynayam. Amma neyniyək? Qismət beləymiş. Amma bu 4 ildə bir şey açıq aydın başa düşdüm ki, bildiyiniz kimi biz Anar balaca vaxtından yəni yeni məhliyirdi ki, biz atamızı itirdik. Sonra Anar özü şəhid oldu, anamı itirdim. Sonra cavan yaşda bir öz evladımı itirdim, xərçəng xəstəliyi idi. Yəni dərd üstə dərd. Həyat özümüzə gülmədi, həyat vəfasızdır. Acımasız, soyuq torpaq hamısını sevdiklərimin əlimdən aldı apardı. Amma 4 ildə mən bir şey bildim ki, şəhidlərimizin atası, anası yaşamırsa, ən azından bilirəm ki, ata-ana yaşamayanda şəhidlərimiz də sevənlər az olur. Şəhidlərə dəyər verənlər də az olur. Bu 4-cü ilində mən tamamilə əmin oldum, həqiqətən. Baxmayaraq, gələnlər də oldu, gəlməyənlər də oldu. Allah gələnlərin canına sağ versin. Məni tək qoymayanlara çox sağ olsunlar. Amma ki, məni tək qoyanlar, şəhidimi ziyarət etməyənlər, şəhidimi hörmətsiz edənlər, yəni alınmır bu. O, bütün dövlət uğrunda, vətən uğrunda şəhid olubdur. Onu hər an yad eləmək lazımdır. O bizim ziyarət yerimizdir. O bizim qürur mənbəği yerimizdir. Biz onları hər zaman daimi ziyarət etməliyik. Biz borçluyuq ki, onların həmişə ailələrini yad edək. Kim kimdən nə istəyir ki, sadəcə şəhid ailələri sevgi, qayğı, dəstək gözləyirlər. Baxmayaraq prezidentimizdən də, başçılarımızdan da, işçilərimizdən də, hər kəsdən sadəcə biz dəstək istəyirik. Biz hörmət görmək istəyirik, qayğı görmək istəyirik. Bizi tək qoymayın, bizi unutmayın. Sadəcə bizi unutsanız da ən azından şəhidlərimizin xatirinə. Şəhidlərimizin hər zaman borçluyuq, onu unutmayın. Yəni bir dəqiqə hal-hazırda bəziləri var ki, başda stolda oturmaqla döyülür. Amma ki, onu yad eləmək də lazımdır. Onların tökülən qanlarını unutmamaq lazımdır. Onlara borçlusuz ömür boyu. Bu borcumuzu unutmayın. Yəni, oturduğunuz stolların, işlədiyiniz o başda oturduğunuz iş sahiblərinizin şəhidlərə borçlusunuz. Şəhidin ailələrinə borçlusunuz. Ən çox da ata-analarına borçlusunuz ki, onu dünyaya gətirən anası var, onun əziyyətini çəkən atası var. Ən azından onlarasa da hörmət edin, onlarasa da qayğı göstərin. Söz tapa bilmirəm, necə deməyəm. Nə deyim, nə danışım, hansı birini deyim. Yəni, şəhidlərimizi unutmamaq ən gözəl bir şeydir. Çünki onlar bizdən ötəri qanından, canından keçib. Mən bütün şəhid qardaşlarımızdan halallıq istəyirəm. Onlar bizə haqlarını helal eləsin.
Onlar bizdən ötəri şəhid oldular. Bizdən ötəri canlarını, qanlarını verdilər. Biz yerdə qalanlar da boşluyor onların ki, onların tökdüyü qanı layiqli, bacardığımız qədər başa çatdıraq. Sağ olun.